Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün növbəti maraqlı qonağımla sizin qarşınızdayım. Bugün qadın sağlamlığından danışacağıq. Əslində Şəlalə xanım bir neçə veriliş öncə bizim verilişimizdə olub. Sonra biz elə oldu ki, iki böyük konfransda bərabər olduq, çıxış etdik və gördüm ki, Şəlalə xanımın fikirlərinə, onun biliklərinə daha çox ehtiyacımız var və bir verilişdə bütün bu mövzuları əhatə etmək mümkün deyil və buna görə də dedim ki, xahiş elədim ki, doktor, yenə gəlin, yenə bizim tamaşaçılarımıza məlumat verin. Çünki qadın sağlamlığı doğrudan da çox vacibdir və təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizim ölkədə qadınlar öz sağlamlıqlarına qarşı biraz biganədirlər, biraz yox, çox biganədirlər. Nə üçünsə hansısa bir brend çantanı, köynəyi almaq üçün, hətta bunu xaricdən sifariş etmək üçün vaxt da tapırıq, adam da tapırıq, amma ginekoloqa get deyəndə buna nə vaxtımız olmur, nə maddi vəsaitimiz olmur. Məncə sadəcə istəmirik və ya içimizdə bir qorxu var ki, gedərəm, nəsə çıxar. Məncə biz qadınlar gərək öz sağlamlığımıza qarşı biganə olmayaq. Çünki bizim ən başlıca vəzifələrimizdən biri cəmiyyətə sağlam övladlar verməkdir. Sağlam övladın isə valideynləri sağlam olmalıdır. Bu bizim bugünkü günümüzün çağırışı olsun və qonağımızı təqdim edim sizə. Qadın xəstəlikləri və doğum uzmanı, cərrah mama ginekoloq, uzman doktor Şəlalə Məmmədova studiyamızdadır. Xoş gəlmisiniz doktor. Yenidən şadam sizi görməyimə. Çox sağ olun. Təşəkkür edirəm. Bugün biz qadın sağlamlığı mövzusunda, rutin analizlər mövzusunda verilişimizin irəliləyən dəqiqələrində bu mövzuya toxunarıq. Amma mən daha az danışılan bir mövzu haqqında danışmaq istəyirəm sizlə. Riskli hamiləlik. Ümumiyyətlə biz mənə görə hamiləliyin özü bir riskdir qadının sağlamlığı üçün. Amma yenə də zənnimlə və bu hamiləliyin də risklisi olur və son illərdə ekstrakorporal maylanmanın artması bu riskləri nə qədər azaldıb. Yəni bu bir qarantiyadırmı ki, risklər olmayacaq. Yəni bu məsələyə də toxunaq mümkünsə. Ümumiyyətlə yüksək riskli hamiləlik deyəndə biz nəyi başa düşürük? Necə olur ki, bir xanımın hamiləliyi normaldır, heç hamiləlik boyunca bir dəfə gedir ultrasəs müayinəsinə ya getmir, hər şey yaxşıdır, amma digəri yataq rejiminə düşür az qala. Aynen. Öncəliklə təşəkkür edirəm dəvətiniz üçün, çox sağ olun. Hamiləlik doğrudur, gerçəkdən özü bir riskli bir durumdur. Çünki hamiləlik zamanı vücudda bütün fizioloji dəyişmiş olur. Yəni hormonal dəngə, daha çox progesteron hakimiyyətində hər anlamda dəyişiklik olur və orqanizmə yük düşür. Yəni necə deyirlər, iki canlı olur sözün əsl mənasında və o iki yükü də daşımalı olur. Yəni riskli durumdur. Düşük risk hesab olunur hamiləlik özü. Amma hamiləliyin özəllikli bir riskli durumlar var. Bunlar anaya aid ola bilən durumlar ola bilər, hamiləliyin özünə aid və körpəyə aid olan riskli durumlardır. Anaya aid olan, yəni bunun üçün biz önəmli olan anamnezi güclü toplamalıyıq. Yəni özəlliklə bunun neçə yaşı var? Məsələn, 35 yaşın üstündəki və 18 yaşın altındakı hamiləliklər özü riskli hesab olunur. Hamilənin yanaşı xəstəlikləri, öncədən olan diabeti, hipertansiyonu ya da quatrı, yəni hipotiroidisi və yaxud da otoimmün xəstəlikləri, böyrək, ürək xəstəlikləri və s. varmı? Öncədən hər hansı bir sezaryen keysəriyyə keçiribmi? Yəni bu özü də riskli durumdur. Bu anaya olan, yəni aid olanlar, eyni zamanda psixolojik durumu belə, yəni istifadə elədiyi dərmanlar belə, keçirdiyi əməliyyatlar belə riskli durumlardır. Uşağa aid də, yəni intrauterin gəlişmə geriliyi dediyimiz IUGR, sonra qanamalar, erkən doğum tehdidi. Ondan başqa hamiləliyin özünün yaratdığı riskli durumlar var. Bu dediyim yanaşı xəstəliklər ola bilər ki, öncədən heç yox idi. Deyək ki, diabet. Hamiləlik şəkəri dediyimiz gestasionel diabet, gestasionel hipotiroidi, tiroid problemləri, gestasionel hipertansiyon, sonra hamiləlik kolestazı dediyimiz
bu qaşıntı ilə daha çox özünü göstərən və ani qəfləti bəbək ölümü verə bilən durumlar, yəni hamiləliklə bağlı ola bilər. Sonra plasentanın üzündən ola bilər. Yəni plasentanın yerləşmə anomaliyaları, bir də yapışma anomaliyaları var. Yerləşmə anomaliyaları dedikdə uşaqlığın daxili girişinə tamamilə qapatan, yəni placenta previa totalis dediyimiz bir növü var. Bir də kənarında duran, girişə yaxın olan placenta previa marginalis dediyimiz, sonra düşük yerləşimli var, 2 santimdən daha yaxın yerləşənlər. Yəni bunlar hamısı riskli durumlardır. Bir də plasentanın yapışma anomaliləri var. Placenta previa akriata, inkriata, perkriata dediyimiz, o da yəni uşaqlığın içinə yapışma dərəcəsindən asılıdır. Məsələn, akriata dediyimiz sadəcə endometriuma dərin yapışıb. İnkriata dediyimiz miometriuma qədər gedib. Perkriata dediyimiz də tamamən uşaqlığın divarını tutub. Yəni bunların qanama riski çox yüksəkdir. Ona görə də bunlar da riskli hamiləlik hesab olunur. Sonra hamiləlikdə çox suluq, az suluq dediyimiz oligohidramli, polihidramli durumları riskli durumlardır. Eyni zamanda plasentanın dekolmanı dediyimiz anidən qopması. Bunlar hamısı riskli durumlar hesab olunur və ən qorxduğumuz və ən çox rastlandığımız hamiləlik zəhərlənməsi, preeklamsi dediyimiz təzyiqlə, ödemlə və sidikdə proteinin, yəni zülalın çıxması ilə və onun özünün növü də var. Yəni hafif preeklamsi yoxsa şiddətli preeklamsi. Yəni bütün bunlar hamısı riskli durumlar və s. Yəni saya biləcəyim çox şey var. Sonra RH faktor, yəni qadının qan qrupu mənfidir, yoldaşının nisbət ya da o özü də riskli durumdur. Sonra ikiz hamiləliklər, dediyim kimi keçirilmiş sezaryanlar, bunlar hər biri riskli durumlardır. Yəni hamiləliyin yüksək risk qrupuna doğru aparan. Aynen, qanamalar, düşüklər, təkrar abortlar, hər biri. Yəni bunları anamnez toplayaraq detaylı xəstədən almaq çox önəmlidir. Biz nələrə diqqət yetirməliyik, yəni bu hamilələrdə və bu hamilələri necə təqib etməliyik? Hansı tövsiyələr olur belə hamilələrə? Normalda, normal sağlıqlı hamiləliklərdə ilk başdan, belə deyək də, hamiləlik özü 3 trimestrə bölünür. 1-ci 13-cü həftəyə qədər 1-ci trimestr, 14-cü 28-ci həftə 2-ci trimestr, sonrası 3-cü trimestr. 1-ci trimestrdə 4-6 həftə ara ilə gəlsə yetərlidir. 2-ci trimestrdə ayda bir çağırma başlayırıq. 34-cü həftədən sonra artıq 2 həftədən bir, 36-cı həftədən sonra hər həftə. Amma bu dediyim riskli durumlar varsa daha sıx-sıx, yəni 2 həftədə bir, hətta 1 həftədə bir belə ola bilər, yataq istirahəti önərilə bilər. Yəni durumdan duruma. O 2 həftədən bir, hər həftə deyək ki, çağıranda nəyə baxırsınız? Analizlərimi verir, ultrasəs müayinəsi mi olunur? Yəni təqib deyəndə nəyi nəzərdə tutursunuz? Yəni ilk gəldiyində dediyimiz ən önəmli şey anamnezdir. Yəni öykü. Mənim bir dəyərli bir hocam vardı, professor doktor Miracı Tosun. Ağlımızda qalsın və çox önəm verək deyə ona deyirdi ki, mənim heç qızım olmadı, qızım olsaydı adını öykü qoyardım. Yəni öykü çox önəmli. Yəni diaqnozun hardasa %70-ini belə öykü ilə, yəni öykü türkcədir. Yəni hekayəsi, xəstənin hekayəsi. Yəni neçə yaşı var, öncədən düşükləri olubmu, ölü doğum olubmu, qanamaları olubmu, keysəriyyə ilə mi olub, sağlıqlı mı doğub, kilosu normal mı idi uşaqların, intrauterin gəlişmə geriliyi var idi mi, özünün hansı xəstəlikləri var, bu da xəstəliklər öncədən var idi mi, yoxsa hamiləlikdən mi yarandı? Bütün bunlar hamısı detaylı alınır. Ondan sonra qan təhlilləri, yəni qan analizləri, fizik müayinə, təzyiqi xəstə ümumiyyətlə belə xəstələrə evə də tapşırıq veririk ki, yəni bəlli aralıqlarla təzyiqinizi ölçün və o cədvəli bizə həmişə gətirin. Yəni dediyim kimi fizik müayinə, qan analizləri, ultrason müayinəsi və onlara özəllikli yanaşmaq üçün NST, non-stress test dediyimiz hər gəldiyində NST ilə, əgər NST həftəsinə gəlibsə, 30-32-ci həftənin üstündədirsə, NST ilə takib edirik. Doppler müayinəsi ilə bəbəyə gedən qan axımı, diastolik akım kaybı, reverse akım kaybı dediyimiz durumlar var ki, onlar riskli durumlar. Diastolik akım kaybını yenə takib edə bilirik, amma reverse acil keysəriyyə indikasyonudur. Ona görə bunlar çox önəmli. Bir də biofizik profil dediyimiz bir daha yaxın takib var. 30 dəqiqə ərzində 5 parametrə ilə baxılır. Yəni 5 parametrə dediyim nədir? Hamilə uzanır, biz ultrasonda onu yarım saat içində takib edirik. Nələrə baxırıq? NST-ə bağlayırıq birinci. Əgər NST-si reaktivdirsə, normaldır, hər şey yerindədirsə, demək oradan bir 2 puan qazanır, 2 bal.
Sonra amnion sıvısının ölçüsü ən az 1 santim belə suyu varsa buradan da 2 puan qazanır. Yəni 1-2 santimin üstündə olmalıdır. Solunum dedim, yəni tənəffüsü, uşağın tənəffüsünün sayı. Yəni əgər o 30 saniyə içində əgər yəni tənəffüsü bizim istədiyimiz dərəcədə tənəffüs sayısı varsa, buradan da 2 puan qazanır. Sonra tonusu. Tonus da nə deməkdir? Bəbək ən az bir dəfə də olsun ekstansiyon fleksiyon yapmalıdır. Ultrason altında biz görməliyik ki, qolunu açdı, yığdı ya da ayağını açdı, yığdı. Bu tonusdur. Bir sonuncu da hərəkət. Yenə də həmin bu 30 dəqiqə içində 3 dəfə ən az hərəkət eləməlidir. Burada illa açıb kapatması önəmli deyil. Hərəkət. 3 dənə ən az hərəkət olmalıdır. Sanki eşidirəm bizi izləyən tamaşaçılar deyir ki, 30 dəqiqə uzi eləmək ziyan deyil uşağa. 30 dəqiqə, illa ki 30 dəqiqə eləmirik. Məsələn, mən ola bilər ki, bu dediklərimi 5 dəqiqənin içində gördüm və yaxud 10 dəqiqə içində gördüm. 30 dəqiqədən də çox gözləmirik. Yəni o zaman əgər doğrudan da hərəkət etmirsə, demək ki, bir həyəcan siqnalı var. Bir problem var. Çox vaxtda elə biz 10-15 dəqiqə içində hamısı olur və əgər məsələn dediyim kimi oradakı puan 8-10 puanın altındadırsa, 6 puan, 4 puandırsa, bunlar acil keysəriyyə göstərişdir. Niyə bunları deyirəm? Yəni bir var rutin kontrollər, yaxın takib, bir də var daha irəli takiblər. Bu dediklərin biri biofizik profildir, sonra həmin NST bağlanması, Doppler müayinəsidir və s. Şahilə xanım, siz biraz əvvəl dediniz ki, hamiləlik zəhərlənmələri ki, buna çox rast gəlinir və burada preeklamsiyanı qeyd etdiniz. Yadıma gəlir ki, biz tələbə vaxtı ginekologiya kafedrasındaydıq. 4-cü kurs idi, səhv etmirəmsə, 4-cü, 5-ci kurslar. Simaşqadaydıq keçmiş əvvəlki. Orada çünki riskli hamiləliklər orada olurdu. Və bizim dərsin ortasında bizim müəlliməmizi çağırdılar və bizi hamımız bərabər girdik əməliyyatxanaya. Orada deməli xəstə qıc olmayla idi. Təzyiqi 190 idi. İndiyə kimi yadımdadır o hadisə ki, necə onu bəli təcili şəkildə götürdülər əməliyyata, keysəriyyə əməliyyatı icra olundu. Şükür hər şey yaxşı oldu. Uşağı da xilas elədilər, ananı da xilas elədilər və eklampsiya sözü oradan, yəni deyir 100 eşitmək təsə bir dəfə gör. Biz bir dəfə onu gördük və eklampsiya məsələsi bizim üçün artıq tam aydın idi. Bu eklampsiya deyəndə, məsəl üçün deyək ki, hamiləliyin 1-ci trimestrində, ilk 3 ayında qadında toksikoz əlamətləri varsa da, ürək bulanma daha çoxdursa, halsızlıq daha çoxdursa, bu eklampsiya olacağına dair bir xəbərçidirmi? Yoxsa bunlar tamam fərqli şeylərdir? Ola bilər ilk 3 ayı çox pis keçirsin, sonra çox rahat olsun. Və ya heç nə olmasın, 30 həftəsində preeklamsiya olsun. Necə olur bu? Yəni preeklamsiya genəldə eyni zəhərlənmədirmi bunlar? Preeklamsiya genəldə 20-ci həftənin üstündə yaranmağa başlayır. Səbəbi dəqiq bəlli deyil, nədən yaranır. Genetik yatqınlıqdan tutmuş, yanaşı xəstəlikləri, obezite, doğru qidalanmama kimi bir çox faktorlar var ki, preeklamsiyinin yaranma səbəbi və ən böyük səbəblərindən biri də bir öncəki hamiləliyində preeklamsiya olmasıdır. Və bu ehtimalı artırır. Eyni zamanda birinci hamiləlik olması da preeklamsiya riskini artırır. Amma hamiləliyin ilk 3 ayındakı bulantı, qusmalar çox da preeklamsiyadan xəbər vermir. Yəni normalda da 12-ci, 16-cı həftəyə qədər bulantılar ola bilər. Bəzən daha çox ola bilər. HEC dediyimiz hiperemezis gravidarum. Amma bu preeklamsiyanın tamamilə fərqli bir şeydir. Preeklamsiya 20-ci həftədən sonra daha çox rastlanan və dediyim kimi səbəbləri də bu risk faktorları ilə bərabər və genetik yatqınlıqla bərabər ola bilən bir şeydir. O xəstələri necə təqib edirik biz? Siz öncə simptomlarını deyin, sonra da təqibinə keçin mümkünsə. Bu xəstələr daha çox, deməli, bunun özü bir həfif hiperpreeklamsiya, bir də şiddətli preeklamsiya olaraq ayrılır. Bu nədir həfif preeklamsiya? Əgər təzyiq xəstədə 4 saat arayla ən az 2 dəfə ölçdükdən sonra 140-90-ın üstündədirsə, artıq preeklamsiya şübhəmiz var və protein uri dediyimiz sidikdə zülalın çıxması. Yəni 300-ün üzərində olması. Amma bu şərt deyil. İlla ki, zülal sidikdə çıxmalıdır ki, biz ona diaqnoz qoyaq deyil. Təzyiq şərtdir və onun üstünə də şiddətli preeklamsiyada olan digər bulğular var. Nədir onlar? Şiddətli baş ağrıları, qarın ağrıları, görmə bulanıqlığı, plateletlərin düşməsi, yəni 100.000-in altında trombositlərin olması, ALT, AST, qaraciyər funksiyon testlərinin 2 qatına çıxması, kreatinin yüksəlməsi, yəni bütün bu problemlər də ona ekli, hətta pulmonar emboli, pulmonar ödem daha doğrusu
olması bunların hər biri şiddətli preeklamsiya göstərişdir və artıq preeklamsiya diaqnozunu qoya bilirik bununla. Bəs hamiləlikdən öncə baş ağrıları qeyd etdiniz. Əgər xanımda şiddətli miqren olursa, bu ola bilərmi hamiləlikdə eklamsiya riskini artırsın, yoxsa olmaya da bilər? Ola bilər. Dediyim kimi yanaşı xəstəliklər ümumiyyətlə preeklamsiya riskini artırır. Bu baş ağrısı provokator rol oynayır. Aha, olur. Yəni hər hansı bir yanaşı xəstəliyi varsa, o zaman Aynen, hamiləlikdə ola bilər. Ona görə də mən hər zaman deyirəm ki, hamilə qalmadan öncə diş çürüyünüz dahil, hər şeyi detay papsimir testi dahil. Yəni bəlkə də bizim bilmədiyimiz sizdə bir xərçəng yönlü bir lezyon var, hamiləliyə gələcək. Məsələn, papilloma ziyilləri var. Sonradan o papilloma ziyili olanlar məsələn normal doğum önərmirik, uşağa da bulaşa bilər deyə. Ona görə də mütləq hamilə qalmadan öncə yəni detaylı bir şəkildə araşdırılması və sağlam bir şəkildə girilməsi lazımdır hamiləliyə. Və siz verilişin əvvəlində yaşı qeyd etdiniz. Yaşın çox olması da artırırmı eklamsiya riskini? Bəli, tamamilə. Hətta ən başlarda durur. Yəni 35 yaşın üstündə olması preeklamsiya riskini də, genetik xəstəlik olma riskini də artırır. Hətta tüp bəbək, süni mayalanma da belə yaşın çox olması, ən önəmlisi yaşdır süni mayalanmada da. Məsələn, deyirlər AMH testi, AMH-ın düşükdürsə olmayacaq. AMH çox önəmli deyil, yaş qədər. Yəni. Əslində, baxın, bugün ginekologiyanın gəldiyi nöqtə, elmi araşdırma və dedikləri dönüb arxaya baxanda görürük ki, bizim elə o vaxtı nənələrimiz nə deyirdi? 30 yaşına kimi evlən yox, uşaqları dünyaya gətir, yığışdır. Yəni ki, birinci uşağı 25 yaşına kimi qalanların da 30 yaşına kimi nə qədər dünyaya övlad gətirəcəksin, gətir, sonra yığışdırın bu məsələni. Çünki bugün də biz nə deyirik? Yaş artdıqca risk artır. Yaş artdıqca bu problemin olma ehtimalı artır. Bəlkə doğrudan da bu da belədir. Onu mən sizə deyim, onun elmi izahını. Ümumiyyətlə vücud hər dəfə, hər ay ovulyasiya olanda ilk ovulyasiyasında ən keyfiyyətli hüceyrəni istifadə edir. İkinci ovulyasiyasında hər ay olur axı bu. İkinci ovulyasiyasında sonra bir alt keyfiyyətlisini və yəni bəlli bir yaşdan sonra bütün keyfiyyətli yumurta hüceyrələrini istifadə edir və sonraki yaşlara keyfiyyətsiz qalır və ona görə yaş çox olan qadınlarda genetik xəstəlik olma riski, ümumiyyətlə xəstəlik riski, yəni xəstəlikli uşaq doğurma riski. Bu nəyə bənzir? Daha sadə dildə mən izah edeyim icazənizlə ki, rayondan bizə yekə bir zəmbildə yumurta göndəriblər və bunlar çoxdur. Bu artıq ilk sikl başlayanda xanımlarda olan saydır və biz hər gün biraz o yumurtalardan bişiririk və axırda qalır yumurtalar bişiririk. Bunları yeyə-yeməyə artıq neçə aydır bu zəmbil bizdədir. Qıranda da boş kimi olur, görürsünüz. Yəni biraz da belə baxırsan ki, bəziləri xarab çıxır, bəziləri saf çıxır. Eyni də hər ay qadın menstruasiya gördükdə o zəmbildən yumurtalar azalır. Və sona ən keyfiyyətsiz olanları qalır və xarab olur. Ona görə yaş çox önəmlidir. Yəni doğurganlıqda, ümumiyyətlə sonsuzluq problemində birinci yerdə yaş durur. Aydındır. Ona görə qızlarımız vaxtında ailə qursunlar və körpə dünyaya gətirsinlər. O ayrı dərddir. Çünki indikilər ümumiyyətlə ailə qurmaq istəmirlər. Hərəsi bir it pişiyi alıb oturur ki, mən belə xoşbəxtəm, mən başım ağrımasın. Biz davam edəcəyik söhbətimizə. Reklamlar var sırada. Reklamlardan öncə istəyirəm verilişimizin sponsorlarına təşəkkürümü bildirim. Ştada şirkəti verilişimizin baş sponsorudur və Vitaprost preparatını təqdim edir. Xroniki prostatit və sidik ifrazı pozğunluqları 40 yaşdan sonra kişilərdə tez-tez rast gəlinən bir problemdir və Vitaprost prostat vəzinə məqsədyönlü təsir göstərən bir preparatdır. O iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və xəstəliyin simptomlarını aradan qaldırır. İstifadə etmədən öncə həkiminizlə təbii ki, məsləhətləşin. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz isə Böyük Britaniya təhsil idman həkimi Dr. Fərid Səlimovadır. Fərid Səlimov müasir fizioterapevtik yanaşmayla sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müalicəvi idman yanaşması ilə canınızı qurtara bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Gəlin reklamlara baxaq, sonra maraqlı söhbətimizi davam etdirək. Verilişin baş sponsoru Vitaprost. Kişi sağlamlığı vacib olduqda.